Salam şagirdlər, sizlərlə 15 fevral 2026-cı il Turan Tədris Mərkəzində keçirilən sınaq imtahanının izahına baxırıq. 57 nömrəli sualla başladıq. Mərkəzi O nöqtəsində olan çevrədə AO 12 cm. Deməli, çevrəmizin radiusu 12 cm bərabər oldu. BAC, hansı ki buradakı bucaq 15 dərəcə. O zaman burada radius olduğuna görə bərabər yanlı üç bucaqdır. Burada olur 15 dərəcə. 15, 15, 30. Üç bucaqda bir xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Hansı ki BOC mərkəzi bucağımız da elədir 30 dərəcə. BOC mərkəzi bucaqla BNC qövsünün dərəcə ölçüləri bir-birlərinə bərabər olur. BNC qövsünün dərəcə ölçüsü elədir 30 dərəcə. BNC qövsünün uzunluğunu tapın deyir. Qövsün uzunluq düsturur. Pi alfa böl 180. Pi vurulsun elimiz 12. Alfamız 30 dərəcə. Bu 30 dərəcə. Böl 180. 30 ile 186. 12 ile 6 2. 2'ni de pi'ye vurduq. Cavab 2 pi. A bəndi. Keçdik digər suala. Burada uşaqlar x çıx y. X'i kök altda x'in kvadratı. Y'yi də kökdə y'in kvadratı kimi yazsın. Buruqlarını ayırsam. Kök altda x çıx kök altda y. Vurulsun. Kök altda x topla. Kök altda y. Bölünsün. Kökdə x çıxılsın. Kökdə y. Kök x çıx kök y'lər getdi. Çıx bir də burada kök y var. Hansı ki bu müsbət kök y ilə bu mənfi kök y də getsə cavabımız A bəndi kökdə x. Keçdilədik. 59 nömrəli suala paralleloqramda NAC ilə, yəni buradakı bucaqla NCA, yəni buradakı bucaq bərabərdir. Onda NC uzunluğu ilə NA uzunluqları da bərabər yanlı üç bucaqdan bir-birlərinə bərabər olur. Yəni mən bura x desəm, bu da nə olur həmçinin? X olur. Deyir ki, ABE'nin perimetri 30'dur. Bura y deyim, buranı da bilmirəm, z deyim. Deməli, x üstə gəl, y üstə gəl, z bərabər 30'a bizdən də paralleloqram perimetrini istəyir. Paralleloqramın tərəflərini baxsa, bura y isə burada y. Bura x topla z isə burada x topla z. Paralleloqramın perimetri də P bərabər 2 vurulsun, tərəflərin cəmi. A topla B. 2 vur. A'mız x topla z. Üstünə də y əlavə edirik. X topla z'in. Plus y. Y'yi də ortasına gətirdim. Rahat görə biləsiz deyə. Bu 30'dursa bu hissəsi də 30'dur. Qarşıda 2 var. 2'ni 30'a vurduq. Cavab 60. B bəndi. Keçdilədik. 59-60 nömrəli sualın izahını. Tənliklər sistemi A parametrinin hansı qiymətində sonsuz sayda həlli var? X-ların əmsallarının nisbəti bərabərdir y-lərin əmsallarının nisbəti. O da bərabərdir sərbəst ədlərin nisbəti olarsa sonsuz sayda 50 olar. Buradan çarpaz vuranda A kvadratı bərabərdir 9'da. A'ya müsbət 3 olmalıdır. Ya da A mənfi 3 olmalıdır. Amma A'nın yerinə mənfi 3 yaza bilmərik. Çünki bu nisbət mənfi 1'i verir. Bu nisbət müsbət 1'i verir. Bu da müsbət 1'i verməlidir. Onun üçün A'nın 3 qiymətində. Cavab A variantı. Kök 19 ədədinin kəsr hissəsini tapın. Ədədin özündən tamını çıxmalıyıq. Kök 19'un tam hissəsi də belə yazdırdı. Özündən böyük olmayan ən böyük tam ədəd neçədir? 4. Tam hissəsi 4 ədəd. Cavabımız da kəsr hissə kök 19. Bu belə yazılır. Kəsr hissə kök 19 bərabərdir kök 19 minus 4. A bəndi. 62 nömrəli sual. Tənliyinin kökləri cəmini 0 edən n parametrini ala biləcəyi qiymətlərin nəyin tapın deyir? Hasilini tapın deyir. Hasilini diqqətli olmaq lazımdır burada. Yəni cəmini də istəyə bilər bizdən. Şöyle bilirik ki, kvadrat tənlikdə kökləri cəminin 0 olması üçün köklər cəmi x1 topla x2 mənfi b bölü a deyilmi? Burada kəsrimizin sürəti 0 olmalıdır. Yəni b 0 olmalıdır. B'nin də yerində bu ifadə durur. Bu ifadəni 0'a bərabərləşdirir. Bu 0'dırsa elə 0'ın əksi də 0'dır. M kvadratı çıx 9m topla 5 bərabərdir 0. Buradan m1 vur m2'ni tap deyir. M1 vur m2 də sərbəst əd bölünsün baş əmsal. Baş əmsalımız onsuz 1'dir. 5 böl 1'dən cavab 5. B bəndi. İfadəsinin vuruqlarını ayırın. Üçündə də görsəniz ki, B ortaqdır. B-ni mötərizə xaricinə çıxarsaq. B kvadratı çıx 8B topla 16 alırıq. Bu da B vurulsun. B minus 4'ün kvadratıdır. Burada tam kvadratdır. Cavab A bəndi. Keçdik digər suala. Kökün altında A'nın kvadratı ilə kökün altında A kvadratının fərqləri var. Kökün altında A'nın kvadratı A'ya bərabər olur. Kök altında A kvadratı A'nın moduluna bərabər olur.
2n'inci dərəcədən kökün altında a üstü 2n a-nın moduluna bərabər olur. Tək dərəcədən kökün altında a üstü o tək qüvvət, misal üçün 6-cı dərəcədən kökün altında a üstü 6 a-nın modulu çıxır. 7-ci dərəcədən kök altında a üstü 7-dən isə a-nın özü çıxır. Gəldik bura a minus 3-ün kvadratı. Kvadrat çöldədir. A minus 3-ün özü kvadratla kök bir-birini götürdü. Çıxılsın. Buradan 2 minus a-nın nəyi çıxdı? Modulu. Buradan da 2a minus 1-in özü çıxdı. İndi gələk a necədədir sizcə? Uşaqlar a çıx 3 kökün altındadır da. Onda a çıx 3-ümüz böyük bərabər 0. A böyük bərabər neçə tapırıq? 3. A 3-dən böyük ədəddirsə, 2-dən 3-dən böyük ədəd çıxanda bunun işarəsini mənfi eləyir. Buradan əksi çıxmalıdır. A çıx 3 çıxılsın əksi. Əksi nədir? Mənfi 2 üstəgəl a. Topla 2a minus 1. Gəldim a çıx 3. Mənfi mənfi müsbət elədi. Topla 2 çıx a. Topla 2a minus 1. Müsbət a ilə mənfi a getdi. Mənfi 3-ün üstünə 2 gələndə mənfi 1. Mənfi 1-dən 1 çıxanda mənfi 2. 2a minus 2 yəni. Cavab B bəndi. Keçdilədik digər suala. Burada radikalların dərəcələri eynidir. Hamısında dərəcə 2-dir. Bir kökün altında yaza bilərəm. Gəl əvvəlcə buranı bıraq. Qoşmadı çünki. Biri digərini qoşmazdı. Kökün altında 7 minus 2 kök 10 vurulsun 7 plus 2 kökdə 10. Şimdi burada kvadratlar fərqini görürük. 7-nin kvadratı çıxılsın 2 kök altında 10-un ötərizəsinin kvadratı hasildir. Ötərizəyə almalıyıq. 7-nin kvadratı 49. Buradan da 4 vur 10-dan 40. 49-dan 40-ı çıxdıq 9. Kök 9 da nəyə bərabər? 3-ə. Qarşıda da kök 3 var. 3-ü kök 3-ə vuranda cavab 3 kökdə 3. 65, 66 nömrəli sual. Həyətdə qoyunlar və toyuqlar var. Onların başlarının sayı. Qoyunların sayına A deyim, toyuqların sayına B deyim. Onda A sayda qoyunun bir dənə başından A sayda baş, B sayda toyuğun da bir dənə başından B sayda baş. Yəni A topla B bərabərdir 17-yə. Ayaqlar. Bir qoyunun 4 ayağı varsa A sayda qoyunun 4A ayağı var. B sayda toyuğun, bir toyuğun 2 ayağı varsa B sayda toyuğun 2B sayda ayağı var. Bu da nəyə bərabər olmalıdır? 44-ə. Nəyi taplayır? Neçə toyuq var? Toyuq varsa A-ları yox eləməliyik. Yuxarını mənfi 4-ə vursam, mənfi 4A çıx 4B bərabərdir mənfi 68. Aşağında olduğu kimi yazırıq. 4A topla 2B bərabərdir 44. Tərəf tərəfə toplasam 4A'lar getdi. Mənfi 2B bərabərdir mənfi 24-dən. B'miz 12'ye bərabər olur. Toyuqların sayını istəyirdi. Cavab 12. Orta xətti 21 cm olan trapesiyadan söhbət gedir. Oturacaqlar da 1/5 nisbətindədir. Bura 1 qadsa, yəni bura 5 qad. Onda orta xəttimiz yan tərəflərin orta nöqtələrini birləşdirən parça. Oturacaqları cəminin yarısı. Oturacaqları cəmi 6K, yarısı 3K. 3K bərabərdir 21-dən, K'mız 7 elədi. Nəyi taplayır? Kiçik oturacaq. Kiçik oturacaq K idi. Elə cavab 7. İndi keçdilədik 68 nömrəli sualın izahına. Xətti tənlik verilib. A parametrinin hansı qiymətində tənliyin həlli yoxdur. Şöyle x-in əmsalı 0, sərbəst həddə 0-dan fərqli olarsa. Onsuz görürük ki 16 0-dan nədir? Fərqlidir. Hansı ki 16 fərqlidir 0-dan. Bizə nə lazımdır? 3a minus 9-un 0 olması. 3a bərabərdir 9-dan, a bərabərdir 3. Cavab C bəndi. 4-40 ədədləri arasında bu parçada 6-ya bölünən tam ədədlərin cəmini tapmaz ki 6-dır, 12-dir, 18-dir, 24-dür, 30-dur, 36-dır. Bilirəm ki bir çoxunuz bunları belə toplayaraq tapırsınız. Rahat yoldan toplayaraq. Amma daha çox olarsa bu şəkildə toplayıb tapa bilməyəsik. Nə edirik? Bu silsilədir əslində, ədədi silsilədir özdə. A1, A2, A3, A4, A5, A6 kimi baxsam. İlk 6 ədədin cəmi lazımdır. S6 nəyə bərabər idi? A1 üstəgəl A6 böl 2 vur 6-ya. A1'imiz 6, A6'mız 36 böl 2 vur 6. Buradaki 2 ile 6 ixtisar getdi 3. Burası 42. 42 vur 3'dən cavab 126. Hədlərin sayı. Hədlər çox olarsa yaxşı. Hədlərin sayını necə tapırıq? Yəni buradakı n-i hansı ki? A1 topla an böl 2 vur n-dən. N-i necə tapa bilərik? Deməli uşaqlar, burada son həddən ilk həddə çıxırdıq. 36 çıx 6 böl artım miqdarı, yəni silsilə fərqi. 6 üstəgəl 1. 36-dan 6-nı çıxdım 30. 6-ya böldüm 5, üstünə 1 gəldim. Cavab 6. 6 dənə hədd var burada.
İndi belə bir sistem verilib. A kvadratı topla B kvadratını tapın. Köməkçi düstur. A topla B'nin kvadratı çıx 2AB. A topla B'miz 5'dir. 5'in kvadratı çıx 2 vur AB'miz də 3'dür. Deməli buradan da bizim cavabımız neçə olacaq? 5'in kvadratı elədi 25. Çıxdım 6'nı. 25'dən 6 çıxdıq 19. Doğru cavab A bəndi. 71 nömrəli suala baxırıq. Şəkildə CD diametr, qövs AND neçə dərəcədir? 116 dərəcə. Onda qövs AC qövsü, hansı ki buradakı qövs neçə dərəcə olacaq? 180 da yarım çevrə qövsü. 180-dan 116-nı çıxdıq 64 dərəcə. Buradan bizdən CD diametri ilə AD vətəri arasındakı bu alfa bucağını istəyir. Alfa da gördüyü qövsün dərəcə ölçüsünün yarısını. 64 dərəcə bölü 2'dən cavabımız oldu 32 dərəcə. 32 dərəcə. Diagonalları 2 kökdə 7'ye 6 kökü olan rombun perimetrini tapın. Rombun perimetri 4A düsturu ilə hesablanır. Diagonallar verilir. Düsturumuz necə? D1'in kvadratı üstə gəl D2'nin kvadratı bərabərdir 4A kvadrat. 2 kökdə 7'nin kvadratı üstə gəl 6 kökdə 2'nin kvadratı bərabərdir 4A kvadratından. Burası 4 vur 7 üstə gəl 36 vur 2 bərabərdir 4A kvadrat. Alırıq ki 4A kvadratı bərabərdir 72 ilə 28 100. A kvadratı bərabər 25. A da bərabərdir 5'e. Perimetrini istəyir 4 vuru 5'dən. Cavab 20. 72'də cavab 20 oldu. 73'e baxırıq. Bu ifadələrin cəmi A kök 2 topla B kök 3 bərabərliyini ödəyən A və B tam ədədləri üçün A vur B-ni tapmalıyıq. 36 vur 2 kimi yazsan 6 kök 2. 25 vur 2 kimi yazsan 5 kök 2. Bunu 9 vur 3 kimi yazsan 3 kök 2 edir. Bunda 36 vur 3 kimi yazsan 6 kök 3 edir. İndi 6 kök 2'nin üstüne 5 kök 2 gəldim. 11 kök 2 üstə gəl. 3 kök 3'ün üstüne 6 kök 3 gəldim. 9 kökdə 3. Buradan deməli A kök 2'nin qarşısındakidir 11. A bərabərdir 11'ə. B də kök 3'ün qarşısındakı vuruqdur 9. B də bərabərdir müsbət 9'a. 11 vur 9'dan cavabımız elədir 99. Digər sual. Uşaqlar bu 9x kvadratı 3x'in mötərizi kvadratı. Y-in kvadratı çıx 3x'in kvadratı 36'dır. Necə vuruqlarını ayırarıq? Y çıx 3x'a, y topla 3x şəklində bərabər 36'da. Mənfi y-i sol tərəfə atsan. Hansı ki y topla 3x bərabərdə neçə olur buradan? 9. Gətirib burada nəzərə alsaq 9. 9'u nəyə vursam 36 edir? Burada 4 yazıram. Y çıx 3x bərabərdir 4'ə. Y topla 3x bərabərdir 9'a. Y taplayır. Tərəf tərəfə toplasaq elə gəlir. 2y bərabərdir. 3x'lar getdi 13'ə. Y də bərabər 13'ün yarısı. Yəni 6,5. 6,5. İndi 75 nömrəli sual. Düzgün çoxbucaqlı tərəflərin sayını bilmirəm. Bu şəkildə davam eləsin. Bir daxili bucağı 150 dərəcədirsə, xarici bucaqla iş görmək daha rahatdır bu tipli suallarda. Xarici bucaq bunun qonşusu olur 30 dərəcə. Tərəfi 5'dir deyir. Bir dənə tərəfin uzunluğu 5'dir. Neçə tərəfi olduğunu tapmaq üçün ümumi xarici bucaqların cəmi 360 dərəcədir. 360 30 dərəcəyə bölsəm, elə neçə tərəfinin olduğunu tapıram. 360 dərəcəni 30 dərəcəyə böldüm 12. 12 tərəfi var. Birinin uzunluğu 5'dirsə, 12 vur 5'dən düzgün çoxbucaqlıda bütün tərəfləri bərabərdir. Perimetrimiz elədi 60. Sonra keçid edirik digər suala. Yəni medianları cəmi 18 kök 3 olan düzgün üçbucağın, yəni bərabər tərəfli üçbucağın perimetrini hesablayın. Hər üç medianı bərabər idi. Yəni 3n bərabərdir 18 kökdə 3'dən. M bərabərdir 6 kök 3 tapırıq. M digər yandan nəyə bərabərdir? Tərəfin kökdə 3 mislinin yarısına. Tərəfin kökdə 3 mislinin yarısı 6 kök 3'dürsə, çarpaz vursam A kök 3 bərabərdir 12 kök 3'dən. A bərabərdir 12 olaraq tapdıq. Perimetri də 3A'dır. 3 vur 12'dən cavab 36. 76'da cavab 36 oldu. 77. 3 rəqəmli ədədin yüzlüklər mərtəbəsindəki rəqəm 7'dir. Yazıram 7. Bu rəqəmi ədədin əvvəlindən silib sonuna yazasıq. 7A5 şəklində olsun ədədin. Əvvəldən silib sona yazanda B A7 olmur.
Bu 7 sağ tərəfə keçirilir ki, A, B, 7 şəklində ədəd alınır. Ədəd 486 vahid azalır deyil bu zaman. Yəni bundan bunu çıxanda neçə eləməlidir? 486. Mərtəbə toplananların cəmi şəklində də gedə bilərik. Amma alt-alta yazsaq daha rahat olar. 7AB çıxılsın. AB 7 ədədi 486 eləməlidir. İndi mən bu zaman düşünməliyəm ki, bax, tərsdən də topladıqda bura B gəlməlidir. 6 ilə 7-ni toplayıram. Neçə edir 6 ilə 7-ni toplayıram? 13. Deməli, bu B-nin yerində 3 durmalıdır ki, mən bu 3-dən 7 çıxanda, yəni buradan bir vahid götürəcəm hansı ki. 13-dən 7 çıxım, 6 alınsın, düzdürmü? Deməli, B-miz 3 oldu. İndi 3 ilə B-nin yerinə 3 yazaq, rahat olsun bizim üçün. 7A3 3 B-nin yerinə 3 yazırıq da. 3 olmur burada. A 3 7. Yəni silim tezdən yazım görsənmədi yaxşı. Nasıl ki B-nin yerinə 3 yazsaq, bax burada da B-nin yerinə, burada da B-nin yerinə, B-nin yerinə 3 yazanda 7A3 A 3 7. Bundan bunu çıxanda 486 eləmək üçün. Gəl çıxaq da. Buradan bir vahid götürdüm. 13-dən 7 çıxanda 6. Buradan neçədən 3 çıxsam 8 gələr. Yəni 1 qalmalıdır da burada, düzdürmü? Yəni 11-dən 2-dən bir vahid götürmüşəm. 2 olub ki, burada bir vahid götürmüşəm, 1 qalıb. 11-dən 3 çıxanda da 8 gəlirsə. Deməli, burada A-da bir vahid götürdükdən sonra 1 qalması üçün A neçə olmalıdır o zaman da? 2. Deməli, A-mız 2. Baxın, yoxlayaq istəyirsə. Deməli, 723 7 sağa keçəndə 237 olur. Çıxsaq. Bax 13-dən 7 çıxanda 6 yazıram. Buradan bir vahid götürdüm. 6. 1-dən 3 çıxmaq olmur. Qonşudan 1 onluq götürdük. Bir yüzlük, daha doğrusu 10 onluğa bərabərdir. 11-dən 3 çıxanda 8. Hansı ki burada da bir vahid götürmüşdük də 6 vahid qalmışdı. 6 vahiddən 2 vahidi çıxanda 4. 486. Bax verdi mi? Verdi. Deməli ədədimiz 700, A-mız 2, B-miz 3 imiş. Bu ədədimiş. Rəqəmlərinin cəmi də toplasaq 7 topla 2 topla 3-dən cavab bərabər oldu 12-yə. Sonra 78 nömrəli sual. Natural ədədlər mövzusuna aid sualdır. AB üstə gəl BA. AB-nin yerinə 10A üstə gəl B yazıram. BA-nın yerinə də 10B üstə gəl A. Bölünsün. AB-nin yerinə yenə 10A üstə gəl B çıxılsın. BA-nın yerinə 10B üstə gəl A. Çıxmadan sonra 2 əlli gəlirsəm ötərziyə alıram. Bərabərdir 7-də 11. Burada 10A-nın üstünə A gələndə 11A. Topla 11B bölünsün. Mənfiyə görə mötərizəni açdıqda çıx 10B, çıx 1A olur. 10A-dan 1A çıxanda 9A çıxılsın. B-dən 10B-ni çıxanda mənfi 9B. Bərabərdir 7-də neçə? 11. Buradan 11-i də mötərizə xaricini çıxarsam. Çünki 11 ikisində də ortaqdır. 11 ilə bu 11 gedir. İndi çarpaz vururam. 7A üstə gəl 7B bərabər olur. 9A çıxılsın 9B-yə. 11 gedib burada 1 qalıb. 9A çıx 9B-yə. Buradan alırıq ki 16B bərabərdir 2A-ya. 16B 2A-dırsa 2-yə böldüm. A bərabəri 8B. A da B-də rəqəmlər. Uşaqlar B-nin yerinə 2 verə bilmərik burada. 8 vur 2 16 eləyər. 16 rəqəm yoxdur. B-nin yerinə avtomatik 1 verəcəm. Başqa bir şey verə bilmirəm. B-yə 1 desəm 8 vur 1-dən A-da neçə gəldi? 8. AB ədədini tapın deyir. 8 ilə 1 81 oldu AB ədədimiz. Tənliyin kökləri hasilini tapın deyir. Əvvəlcə hər iki tərəfi kvadrata yüksəldirik. Təbii ki, burada şərtlər verilməlidir. Cüt dərəcədən kökün altında mənfi ədəd gələ bilməz. X topla 1 özü də mənfi ola bilməz. Çünki cüt dərəcədən kök altı ifadənin qiyməti də müsbətdir, kökün altı da müsbətdir. Onun üçün hər iki tərəfi kvadrata yüksəldək. Kökləri tapaq, sonra yerinə qoyub yoxlayaq. Alırıq buradan 5x çıx 1 bərabər x-in kvadratı topla 2x topla 1-ə. 5x-i sağa, mənfi 1-i sağa keçirdim. X-in kvadratı topla 2x çıx 5x çıx 3x. Topla 1, topla 1-dən topla 2 bərabərdir 0. Buradan viyyətlə getmək olar. X1 topla x2 əks işarə ilə götürmüş ikinci ədəmsi alınan 3. X1 vur x2 sərbəst əddən 2. Toplayanda 3 vuranda 2. Məlum məsələdir. 1 ilə neçədir köklər? 2.
X'in yerine 1 yazanda kökün altında 4 alınır. 1 topla 1 də 2 edir. Doğrudur mu? Doğrudur. X'in yerine 2 yazdıqda kökün altında 9 alınır. 2 topla 1 də 3 edir. Ödədi mi? Ödədi. Köklərin hasilini tapın deyir. 1 vur 2-dən cavabımız oldu 2. Keçirik digər sualın izahına. Aha, bax bu sual. Kökün altında 2025'in kvadratı çıx 2022 vur 2028. Sən durub burada 2022-də 2028-ə vursan, artıq o tamam səhv metoddur. Nə doğru şəkildə kök də ala bilməyəsən. Bunun üçün uşaqlar, buradakı məntiq nədir əslində? Buradakı ədədlərə diqqətlə fikir verin. Bunları mən 2025 ilə ifadə etmək istəyirəm. Necə ifadə edirəm? 2025'in kvadratını yazdım. Çıx, aç mütərizə. Bu 2022'nin yerinə 2025 çıx 3 yazıram. 2028'in də yerinə 2025 topla 3 kimi yazıram. Hansı ki biz burada görürük ki, nə alınır? Kvadratların fərqi alınır. Kökün altında 2025'in kvadratı çıx. Bu 2025'in kvadratı çıxılsın 3'ün kvadratı deməkdir. Mənfiyə görə də mötərizə aşağıda. Kökün altında 2025'in kvadratı çıx. 2025'in kvadratı üstə gəl 3'ün kvadratı alırıq. Hansı ki burada 2025'lerin kvadratları getdi. Kök 9, kök 9'dan neçə çıxdı? 3. Baxırıq 81 nömrəli suala. Buradan kvadrat tənlik verilib, kök altda x1 topla kök altda x2 ifadəsinin qiyməti lazımdır. Gəl əvvəlcə burada nə edə bilərik? Köklər cəmini tapa bilərik. x1 topla x2 nəyə bərabərdir? 7-yə. Əksi işarə ilə götürmüş ikinci əmsalı. x1 vur x2 sərbəsət 1'ə. Çevrilmiş kvadrat tənlik olduğu üçün daha böl 1'ləri yazmadım. Mən bu ifadəni kökün altında x1'in kvadratı hansı ki, üstə gəl kökün altında x2'nin kvadratı kimi yazsam. Nəyə bərabər olub bu? 7'yə. Bunu da kök altda x1 köməkçi düsturdan istifadə edirəm. Topla. Kök altda x2'nin kvadratı çıx 2 kök x1 kök x2 olaraq yaza bilərik də. Yəni a kvadratı üstə gəl b kvadratı bərabərdir. A topla b'nin kvadratı çıx 2ab düstur. İndi gəldik. Axtarılan ifadə elə budur. Buna bir t desəm. T'nin kvadratı çıx 2 vurulsun. Kökdə x1, x2 bir kökün altına yazdım. Bərabərdir neçəyə? 7 olmalıdır. T'nin kvadratı çıx 2 vurulsun. Bunların hasili 1'dir. Kök 1'dən də 1 çıxdı. Bərabərdir 7'yə. T kvadratı bərabərdir. Mənfikini sağ tərəfə atdım 9. T ya müsbət 3'dür ya da t hansı 3'dür? Mənfi 3. Amma uşaqlar 2 cüt dərəcədən kök altı ifadənin cəmi mənfi 3 ola bilməz. Getdi. Cavabımız müsbət 3. Kök altı x1 topla kök altı x2 bərabərdir müsbət 3'ə. Yaxşı, sağ olun şagirdlər. Gələn izahlarda görüşənədək.